Deməli, danışaq insan orqanizminin yorulmayan mühərriki ürəkdən, yəni qan damar sisteminin davamından. Ürəkdən danışanda deyəcəyik ki, ürək 250-300 qrama bərabər olan, yəni insanın özünün yumruğu boyda deyirdik əvvəl, yəni yumruğu boyda olan, ortada yerləşib döş qəfəsinin ortasında sola meyilli yerləşir və atmalarla qanın damarlarda hərəkətini təmin edir. Ürəyin deməli sol hissəsi, yəni sol mədəciyin divarı sağ mədəciyin divarından nisbətən qalındır. Ürəyin 4 dənə kamerası var insanda, 4 kamera var və 8 damar birləşir ürəyə. Deyəcəyik ki, ürək haqqında. Ürək deməli sağ hissə və sol hissəyə bölünür. İndi burada şəkilə baxanda belə biraz qarışıq olsa da, bura bir dənə ürək çəkək, belə bir. Bu bizim stikerlərdən, smaliklərdən olanlardan çəkək. Və onu belə bir bölək. Bölsək, o ürəyin sağ hissəsi var, sol hissəsi var. Ürəyin sağ hissəsi bizim əksimizədir. Yəni sən şəkilə baxanda sənin solun şəklin sağıdır. Yəni bura olacaq sağ, bura olacaq sol. Və ürəyin sağ hissəsində kirli qan olur həmişə. Sol hissəsində isə təmiz qan olur. Təmiz. Artıq kirli qan, təmiz qanın adını bildiyimizə görə deyəcəyik ki, təbii ki, burada venoz qan. Burada isə arterial qan olur. Arterial. Belə. Ürəyi ayıraq bu şəkildə. Deyək ki, ürək 4 kameralıdır. Bura qulaqcığıdır. Bu da sağ qulaqcıq, sol qulaqcıq. Sağ mədəcik, sol mədəcik. Dedik ki, sol mədəciyin divarı da nisbətən qalındır. Çünki oradan ən iri damar çıxır. Ən iri damar çıxır. Və ürəyə 8 dənə iri damarımız birləşir. Bu 8 damardan ikisi vena damarı olub, yəni ürəyə qanı gətirən damar olub, aşağı boş vena və yuxarı boş venalardır ki, gərək bunu başqa rəng eləyəydim ki, səni qarışdırmayaydım bunu. Bir dəqiqə, silək. Mavi rəngi. Deməli, aşağı boş vena, aşağıdan gəldi və yuxarı boş vena, yuxarıdan gəldi. Bədəndən qanı gətirən damarlar bu ikisidir. Sənə deyir ki, tutaq ki, bazudan gələn eritrosit. Bazudan gəlirsə, döş qəfəsindən yuxarıdadır da, bazu, qollardır. Döş qəfəsi isə də, bunda deməli, yuxarı boş venaya birləşəcək. Amma bud desə, bud. Artıq bud aşağıdadır. Deməli, aşağı boş venaya gəlir. Qarın hissədən aşağıdırsa, qarın da daxil olmaqla aşağı boş venaya birləşəcək. Qarın hissədən yuxarıdırsa, qarın daxil olmamaqla, yəni döş daxil olmaqla. Döşdən yuxarıdırsa, yuxarı boş venaya birləşəcək. Başdırsa, yuxarı boş venadır. Qollardırsa, yuxarı boş venadır. Ayaqlardırsa, aşağı boş venadır. Qaraciyərdir, böyrəkdir, mədədirsə, aşağı boş venadır. Birləşir boş venalara və bunlar venoz qan gətirir. Yəni kirli qan. Onsuz da dedik ki, sağ hissədə kirli qan olur. Venoz qan gətirir. Gətirir, tökür ürəyin sağ qulaqcığına. Sağ qulaqcığına. Və sağ qulaqcıqdan qan keçir. 3 taylı qapaqla ürəyin sağ mədəciyinə. Sağ mədəcikdə venoz qan olur. Dedik axı, bu sağdırsa gəl venoz qan olacaq. Və bu venoz qan sağ mədəcikdə bir damarla çıxır. Çıxan damarımızın adı olacaq nə? Arteriya. Əgər bu damar artıq çıxırsa ürəkdən arteriyadır. Bu arteriyanın adı olacaq ağciyər arteriyası. Çünki kirli qanı aparır. Kirli qanı da bədənə ancaq ağciyər arteriyası apara bilər. Ağciyər apara bilər. Yəni başqa bir orqana kirli qan sən niyə aparasan ki? Yəni kirli qan da dediyimiz təbii ki karbon qazından zəngin olan qandır. Gedir ağciyərə. Ağciyərə gedir. Biz bilirik ki bizim ağciyərimiz 2 dənədir. Belə bir pay burada olsun, tutaq ki. Bir pay da burada olsun.
Ağciyərimiz 2 paylıdır. Və bu damardan gələn qan o ağciyərdə təmizlənir. Təmizlənəndən sonra olur oksigenlə zəngin qan, açıq qan, yəni arterial qan. Arterial qan isə təmiz qandır. Gələcək artıq sol qulaqçığa birləşəcək. Sol qulaqçığa. Hər ağciyərdən 2 dənə damar gəlir, birləşir sol qulaqçığa. Bu şəkildə. Və indi ağciyərdən ürəyə qanı gətirirsə, vena damarıdır fidan, yoxsa arteriya damarıdır? Vena. Vena. Bax, bu da 4 dənə venamızdır bizim. 4 dənə venadır. Bu yazıram ki, biləsən. Venalardır. Hansı ki, içərisində təmiz qan, yəni arterial qan var. Kimdən gəlir? Ağciyərdən gəlir. Ağciyərdən gəlir və tökülür sol qulaqçığa. Sol hissəm bütövlükdə təmiz qandır. Sol qulaqçığa. Təmiz qan gəlirsə, sol qulaqçığa tökülməlidir. Təmiz qan gedirsə, sol tərəfdən, sol mədəcikdən getməlidir. Töküldü sol qulaqçığa. Sol qulaqçığa töküləndən sonra indi sənə testlərdə ən çox bax bu sualları verir, uşaqlar çaşır. Deyir, insanın sağ ağciyəri çıxarılıbsa, sol qulaqçığa neçə dənə damar birləşir? Mən baxıram ki, sağ ağciyərdən 2 dənə damar gəlir də. Əgər bunu mən çıxartmışamsa, 2 damar avtomatik silinəcək. Qalacaq 2 dənə vena damarım. Deməli, sol qulaqçığa 2 dənə vena damar birləşəcək, o da sol ağciyərdən olan damar. Bu şəkildə hesablayırsan. Yəni, bir ağciyərin 2 dənə venası gəlir, birləşir ürəyə. Çıxarılanda da o 2 venalarda avtomatik yəni silinir. 2 vena çıxırsan. Bu və belə. Burada isə sol qulaqçıqla sol mədəcik arasında 2 taylı qapaq var. Mən bunu belə yadda saxlayıram ki, sağ ağciyərimiz 3 paylı idi, sol ağciyərimiz 2 paylı idi. Eyni şəkildə sağ tərəfdəki qapaqlar da 3 taylı qapaqdır. Sol tərəfdəki qapaqlar da 2 taylı qapaqdır. Sanki elə bir sol tayda 3 pay olacaqdı. Ürək onun 1 payını almış kimi bir düşünə bilərsən. 2 taylı qapaqdır. Bu şəkildə və bu taylı qapaqlar icazə verir ki, buradakı deməli arterial qan keçsin mədəciyə və mədəcikdə təmiz qan var. Bu təmiz qan da bir damarla çıxır ürəkdən. Gedir bədənimizə. Çünki təmiz qandır. Bu təmiz qan da getməlidir bədənə. Belə. İndi ürəkdən qanı çıxarırsa adı nə olur? Çıxarırsa arteriya. Arteriya, bəli, arteriya. Gəl baxaq, 8 damar varmı? Var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 damar var. 8 damarın neçəsində arterial qan var? Birində. Niyə? 8 damar. Bunlarda biz 4 dənə venalarda arterial qan yoxdur mu? Hə, müəllim, onda 1, 2, 3, 4, 5, 6 dənəsində. 6 dənədir ki, 1, 2, 3, 4, 5 dənə də. Biri bu, 4'ü də bu venalar. Oxları sayamırsənmi? Sayar müəllim, o göy oxu da saydım mı? Göy oxu sayma, göy oxlar mən görürsən şəkildə rəngə, yəni içərisində qana uyğun çəkmişəm. İçərisindəki qana uyğun çəkdiyimə görə qırmızı qanlar arteriyalıdır. 5 dənə damarında sənin 5 damarda arterial qan olur. Arterial qan olur. Bəs deyir ki, insanın neçə vena damarında arterial qan var? 4 vena damarında. Bəli, 4 vena damarında. O da bax ağciyərdən gələnlərdir. Qəşəng. Sonra insanda neçə damarında venoz qan var? 3. 3 damarında venoz qan var. Bəs neçə arteriya damarında venoz qan var? 1. 1 arteriya, bəli. Bunu tam başa düşdün? Bəli. Afərin. İndi gəl ürəyin işindən danışaq. Bax bu ürək. Ürəkdə bax bu arteriyalarla ürəyin mədəcikləri, arteriyalar mədəciyə bu arada birləşir. Mədəciklər qanı ya ağciyərə ya bədənə vurandır. Qan mədəcikdən çıxır. Amma qan gəlir ürəyin qulaqçığına. Ona görə sən deyəcəksən ki, böyük qan dövranı sol tərəfdən başlayır, gedir bütün bədəni böyük olaraq qidalandırıb sağ tərəfdə bitir. Sağ qulaqçıqda bitir. Kiçik qan dövranı isə sağ tərəfdə başlayır. Ağciyərə çünki qan aparmalıdır bu. Kirli qanı ağciyərə sağ tərəfdən aparır, gəlir sol qulaqçıqda, sol tərəfdə bitir. Bu şəkildə. İndi ürəyin bax bu aypara qapaqları var. Arteriyalarla mədəciklər arasında. Taylı qapaqlar da var. Bayaq dediyimiz kimi mədəciklərlə
qulaqçıqlar arasında taylı qapaqlar var. 2 taylı, 3 taylı. Bunların əslində mahiyyəti nədən ibarətdir? Nədir bu? Deməli, ürək. Ürək tisikli 0,8 saniyədir. Bunu nətər tapırsan? Ürək saniyəni, sənə verilən vaxtı, saniyəni bölürsən ürək döyüntülərinin sayına və alırsan tisikli. Yəni ürəyin o bir dəfə tıp eləməyi tisiklidir. 60 saniyədə 75 dəfə döyünən ürək, yəni normal işləyən ürək 0,8 saniyə tisiklə malikdir. 0,8 saniyə tisiklə malikdir. İndi bax bu 0,8 saniyə tisikl sistolalardan və diastolalardan ibarətdir. Sistola yığılma deməkdir. Diastola isə boşalma deməkdir. Və sistola vəziyyəti ürəyin işləməyidir, işlək vəziyyətidir. Diastola vəziyyəti isə ürəyin istirahət vəziyyətidir. Bunlar 3 fazaya bölünür. Ürəyin tisikli 3 fazaya bölünür. Birincisi qulaqcığın sistolasıdır. İkincisi mədəciyin sistolasıdır. Üçüncüsü isə ümumi diastoladır. Yəni ümumi biri var qulaqcığı işləsin, qulaqcığın sistolası. Biri var mədəci işləsin, mədəciyin sistolası. Biri də var ki, ürək ümumilikdə diastola vəziyyətində olsun. Yəni tam boş vəziyyətdə olub istirahət eləsin. Qulaqcığın işi sistolası 0,1 saniyə çəkir. 1 saniyə çəkir. 0,8-in 0,1-ini əgər bu işləyibsə, nə qədər istirahət eləyib deməli? 0,7. Bəli, 0,7 saniyədə diastolasıdır bunun. Diastola, D olaraq yazacağım qarşısına. Mədəciyin sistolası, mədəcik biraz böyükdür də, mədəcik həm də daha çox iş görür. Yəni bədənə daha çox qan vurur, uzağa vurur. Ona görə onun sistolası olacaq 0,3 saniyə. Əgər 0,3 saniyə sistola eləyirsə, yerdə nə qədər qalır? 0,4. Niyə? 0,8-dən 0,3 çıxan? 0,5. Ay, sağ ol. Riyaziyyat, biologiya dərslərinə gələndə şagirdlərin riyaziyyatı məhv olur. 0,5 saniyədə diastola vəziyyətində olur. Ümumi diastolaya gələk. Ümumi diastola isə, əgər bu 0,8 saniyənin 0,1-ini qulaqcıq işləyibdir, 0,3-ünü mədəci işləyibsə, ümumilikdə 0,4 saniyə işləyibsə bu, ikisi birlikdə. Deməli, 0,4 saniyə bunun diastola vəziyyəti olacaq. 0,4 saniyə sistola, 0,4 saniyədə diastola vəziyyəti olacaq. Yaxşı? Yaxşı. Bu qədər sadə, bu qədər rahat bir deməli öyrənmə üsulu. İndi hansında ayparalara çıxdı, hansında taylılara çıxdı, gəl baxaq. Bax, qulaqcıq işləyir. Qulaqcıqda qan var. Venoz qan çəkək ya da çaşasın. Deyək ki, qulaqcıqda belə deyək, qan var burada. Bu qan işləyir deyə qulaqcığın işi odur ki, qan ötürsün də. Başqa nə işi var ki, bekar adamdır. Deməli, işləyir ki, bu qanı vursun mədəciyə. Deməli, qulaqcığın sistola vəziyyətində, yəni işləyən vəziyyətində taylı qapaqlar açıq olacaq. Taylılar açıq. Ayparalar isə bağlı olmalıdır ki, mədəciyə tökülən qan mədəcikdə qala bilsin. Aypara bağlı. Taylı, açıq aypara bağlı. Qulaqcığın sistolasında. Mədəciyin sistolasında isə budajı mədəci işləyir də, mədəci qanı vurur. Ağciyər olsun, bədən olsun, fərq yoxdur. İki mədəciyin ikisi də vurur. Mədəciyin sistolasında isə artıq ayparalar açıq. Belə deyək, taylılar bağlı. Ayparalar isə açıq olmalıdır ki, qan damara keçə bilsin. Taylılar bağlanır, ayparalar açılır. Ümumi diastola isə taylılarda bağlı olur. Taylı da bağlı olur. Aypara da bağlı olur. Hər ikisi qapalıdır. Bu isə
İkincisi də sənə aydın oldu. Bəli. Yəni, qulaqcıq işləyirsə, taylılar açılacaq. Mədəcik işləyirsə, ayparalar açılacaq, taylılar bağlanacaq. Biri açıq olanda o biri bağlı olur. Bu da belə. Bu da fazalar. İndi sənə deyir ki, 20 yaşlı qadında, 20 yaşlı insanda ürək neçə il diastol vəziyyətində olmuşdur? Diastol. Bunu vurub çıxmağa ehtiyac yoxdur. 0.8-in 0.4-ü, yəni yarısı diastolada olursa, 20 ilində yarısı, yəni 10 ili diastola, yəni istirahət vəziyyətində olacaq. Yazı üçün mən həmişə deyirdim ki, ürək çox, əslində deyirlər ürək istirahət eləmir, ürək istirahət eləsə biz ölərik zat. Yox, yəni ürək əslində 20 yaşında adam 10 il ən çox istirahət eləyən orqandır. 10 il istirahət eləyir ürək. Yaşımızın yarısı qədər istirahət eləmiş olur. Bu belə. Tisikli də bu şəkildə tapırsan. Ürək döyüntüləri, saniyə ürək döyüntüsünü saniyə bölürsən, tisikli tapırsan. Və yaxud da ki, saniyəni tisiklə bölürsən, ürək döyüntüsünü saniyə tapırsan. Bu belə. Bu ürəyin işi. Nə qaldı ürəkdə başqa? Gələn, gedən damarlarda dedik. Bax görək, qanın damarlarda hərəkətini deyəcəm. İndi bir şey deyək. Qan damarları dedik ki, arteriya damarları var, vena damarları var, kapilyar damarları var. Kapilyar damarı ən kiçik damarlar olub, karbon-oksigen mübadiləsini həyata keçirir. CO2 və O2 mübadiləsini həyata keçirir. Və bunlarda, kapilyarlarda ancaq və ancaq bir qatlı epitel var. Nə sayı əzələ var, nə birləşdirici toxuma. Sadəcə bir qatlı epiteldir. Vena damarları isə qanı ürəyə gətirən damarlardır. Yəni orqanlardan qanı toplayan damardır. Vena damarı da arteriya damarı isə əlbəttə ki, qanı ürəkdən çıxaran damardır. Yəni orqanlara qanı aparan damardır. Vena və arteriya damarları isə hər ikisi belə deyildi. 3 qatdan ibarətdir. 3 qat. Xarici birləşdirici toxum olacaq bunun. Ortası saya əzələ. Çünki iradəmizdən asılı deyil. Ən daxili hissəsi isə bir qatlı epitel. Epiteldən ibarət olacaq. Birləşdirici əzələ epitel. Bu şəkildə üçü də ibarətdir. Bunlardan sürətinə görə kapilyarlarda ən zəif sürət var. Çünki mübadilə həyata keçirir. Kapilyarın işinin ağırlığına bir dənə bax. Bütün nəfəs alma, ifrazat funksiyasını bu həyata keçirir də. Ona görə kapilyarda sürət 0,5 mm bölək saniyədir. Yəni ən aşağıdır. Ən yuxarı sürət isə aortadadır. 0,5 metr bölək saniyədir. Metr bölək saniyədir. Venada isə 0,25 metr bölək saniyədir. Metr bölək saniyədir. Arteriyanın mənfəzi ən kiçik olduğuna görə, yəni damar özü böyükdür, başladığı yerdə ona görə elə kiçik sayılır. Ona görə aortada sürət daha çoxdur. Mənfəzi kiçik olduğuna görə, mənfəzi ən kiçik olduğuna görə arteriyada sürət daha çoxdur. Bax buna yaz, mənfəzi ən kiçikdir. Mənfəz ən kiçik. Amma kapilyarda mənfəz ən böyükdür. Mənfəzi böyük damardan, aortadan götürür. Xırda belə balaca damarlardır da, mənfəzi böyükdür. Mənfəzi böyük olan kapilyar olduğu üçün burada sürət ən azdır. Yəni mənfəz nə olacaq? Ən böyük. Mənfəz də deyəndə sən nə olaraq düşün bunu. Bilmirəm fizika müəllimi öz deyib ya yox. Bu şlanq var. Şlanqın ağzı nə qədər böyük olsa, su o qədər zəif sürətlə axır. O ki onun ağzı balacalaşır, su daha irəliyə vurur da. Məsələn, şlanqın ağzına barmağımızı tuturuq ki, onun mənfəzini balacalaşdıraq. Sanki bu çıxdığı yeri balacalaşdıraq. Barmağımızı belə qoyuruq ki, bu çıxdığı yer balaca olsun, sürətlə irəliyə vursun. Yəni sən mənfəzi balacalaşdıqca içindəki suyun sürətini artırmış olursan, irəliyə vurdurursan. Amma özü böyük olanda artıq, mənfəz böyük olanda sürət aşağı olmuş olur. Mənfəz burada deməli ən böyük olan kapilyardır ki, sürəti ən aşağı olubdur. Bu da belə. Qanın damarlarda hərəkətdir. Qanın tərkibini keçən dəfə demişdim. Böyük qan dövranı, kiçik qan dövranı. Böyük qan dövranı bütün bədəndə gedəndir. Kiçik qan dövranı isə ağciyərlə ürək arasında olandır. Ağciyərlə ürək arasında.
Məsələn, sənə deyir ki, ağciyər arteriyası. Böyük qan dövranına aiddir, kiçik qan dövranına. Baxsan ki, ağciyərə aiddir, ağciyər arteriyası. Demək, kiçik qan dövranıdır. Sonra deyir ki, aorta. Aorta baxırsan ki, bədənə qan aparır da. Deyirsən, böyük qan dövranıdır. Ya da deyir ki, aşağı boş vena, yuxarı boş vena. Baxırsan ki, bədəndən danışır da, bu bədəndən qanı gətirən ürəyə. Deməli, böyük qan dövranıdır. Amma deyir, ağciyər venaları. Ağciyər venalarıdırsa, artıq ağciyərdən gəlirsə, deməli olacaq kiçik qan dövranı. Bu şəkildə. Kiçik qan dövranının işi də qanı təmizləməkdir. Bu belə, bu qan. Təzyiqə gəldikdə, deməli, ürək təzyiqi var, nəbz təzyiqi var. Ürək təzyiqimiz 110-70 aşağıdır, 80-120-də yuxarı ürək təzyiqimizdir. Ürək təzyiqini, yəni qan təzyiqini ölçürük biz tanometrlə. Bir də var nəbz təzyiqi. Bax, bu nəbz təzyiqi də düşür. Nəbz təzyiqi isə ürək təzyiqinə əsasən hesablanır. Və minimumu hesablanarkən 110-dan 70-i çıxırsan, yəni 30. Orta nəbz təzyiqini hesablayarkən 110-dan, daha doğrusu 110-dan nəyə çıxaq burada? 120-dən 50-40 almaq üçün nəyə çıxmaq lazımdır? 120-dən 80-i çıxırsan, 40, orta nəbz təzyiqi. Bir də var ki, maksimum nəbz təzyiqini hesablayırsan. Maksimum hesablamaq üçün 120-dən 70-i çıxırsan. Yəni, ən böyükdən ən kiçiyi çıxırsan. Bu da nəbz təzyiqimizdir bizim. Nəbz təzyiqi. Mən elə bunu sadə olaraq yadda saxlayayım. 30-40-50 nəbzdir. Minimum 30-dur, maksimum 50-dir, ortası da 40-dır. Nəbz təzyiqini nəbzlərimizdə ölçür. Ürəyin bir vurğusu elə nəbzin də bir vurğusuna bərabərdir. Yəni 75 dəfə ürək döyünəndə, qoy onu da deyim. 75 dəfə ürək döyünəndə nəbz 75 dəfə vurur. Nəbz. Və bir də aortaya qan, yəni bax buradan qan ürəyə 75 dəfə qovulur. 75 dəfə qovulmuş olur. Yəni hər döyüntüdə bir tıkda aortaya qan, ağciyər arteriyasına qan bir dəfə qovulmuş olur. Bu belə. Limfaları keçdikdə isə limfalar dedik ki, qan damarlarından aidiyyatı yoxdur. Limfalar özləri bir sistemdir. Tərkibində limfa mayesi var. Limfa kapilyaları, limfa damarları var. Limfaların daxilində aypara qapaqlar ola bilər. Var yəni. Bir ucu kör qurtarır. Digər ucu körpücüaltı venaya açılır. Yəni yuxarı boş venaya açılır. Və bir də yadda saxla ki, limfaların işi, əsas işi odur ki, toxma mayesindən qidalı maddələri alıb qan damar sisteminə qaytarsın. Bu nə deməkdir? Limfalar deməli, bağırsağın ətrafında yağ və yağda həll olan maddələri çəkir özünə, aparır, tökür yuxarı boş venaya, o da gəlir ürəyin sağ qulaqcığına. Yəni təsəvvürlə ki, limfada olan bir maye gəlib qanın tərkibinə qarşı. Yəni yağ ilk gördüyü orqan olur ürək. Çünki limfaya sorulur, limfa da onu aparır, qaytarır təzədən qan damar sisteminə qoşur. Bu şəkildə. Bu da limfa dövranı. Limfa immun sistemimizdə iştirak eləyir. Limfamız və immun sistem orqanlarının burada nə var idi? Gəl onu da deyək. Limfa immun sistemimizdə iştirak edir. İmmun sistemi orqanlarımıza aiddir. Badamcıqlar, timus bəzi, limfa düyünləri, sümük iliyi, qırmızı sümük iliyi, dalaq və kör bağırsaq aiddir. Deməli, bizim immunitetimizə, immun sistemimizə, yəni müdafiə sistemimizə. İmmun sistemini isə deməli, biz Jenner'dən əvvəl əslində immun sistemi haqqında məlumat deyilir. Amma Edward Jenner peyvənd almışdır. Nə peyvənd idi? Bu da çiçəyə qarşı. Çığ olaraq yadda saxlayın. Çiçəyə qarşı ilk dəfə peyvənd hazırlayır. Götürür bu, verib bu, verir. Götürür bu çiçəyi, yeridir birinci qaramala. Ondan sonra da o çiçək virusunu götürür, o öz oğlunun dərisinin altına, qoltuq
altında ağrılar, yüngül qızarma. Hə, öz inəyin deri südvəsinə yerləşdirir. Sonra oradan o çiçək virusunu zəifləmiş vəziyyətdə götürür, öz 8 yaşlı oğlunun əlinin dərisinin altına yerləşdirir. Və oğlu xəstəliyə tutulur. Xəstəliyə tutulur, gör nə boyda bir risk eləyib bu. Onsuz da fikirləşir ki, oğlum öləcək də. Həmin bu Edward Jennerin dövründə çiçək virusu deməli çox yayılmış olur. Və baxır ki, onsuz da bu tutub öldürür də uşaqları. Öldürür, mənim oğlum da öləcək. Ona görə fikirləşir ki, bəlkə bunun zəiflədilmiş versiyası bunu qoruyar. Götürür inəyin süd vəzisinə yerləşdirir çiçək virusunu. Çiçək virusu inəyə çiçək xəstəsi eləyir. Sonra o süd vəzidən təzələnən virusu götürür. Hansı ki virus artıq zəifləmiş formada olur. O zəifləmiş virusu keçirir öz oğlunun dərisinin altına yeridir. Oğlu çiçək xəstəsi tutur. Çiçək xəstəsi ilk başda başlayır ağrılar, qızdırma, baş ağrısı, amma xəstəlik o digər uşaqlarda olduğu kimi sızaqlarla, daxili orqanların yaraları ilə olmur. Yəni daha yüngül keçirir və oğlu yaşayır. Bununla da o həqiqətən də bir dövrün xilasını həyata keçirmiş olur. Çox maraqlıdır ki, onu görürsən necə düşünür də o. Bəzən insan deyir ki, bunlara vəh gəlir də. Yəni çox maraqlı həqiqətən düşünüb ki, belə bir şeylə qurtara bilərik. Və çiçəyə qarşı belə peyvəndi Edward Jenner almış olur. Hə, bir də quduzluğa qarşı vaksini. Louis Pasteur, bu testlərinizdə var. Louis Pasteur isə quduzluğa qarşı vaksin alır. Quduzluğa qarşı vaksini almış olur. O da quduzluq virusuna qarşı vaksin almış olur. İmmunitetdən danışanda, immunitet təbii ola bilər, süni ola bilər. Təbii immunitet ya anadan gəlmə olsun, ya da bədənimiz onu sonradan öz-özünə qazanmış olsun. Anadan gəlmə nədir? İt taunu, donuz vəbası xəstəliyi və inək taunu. Bunlara anadan gəlmə immunitetimiz var. Heç vaxt bizə düşə bilməz. İnəyə, itə düşər, bizə düşməz. Bir də var ki, çiçəkdir, qızılcadır, göy ösürəkdir. Bunları biz məxmərəkdir bir dəfə keçiririk. Bir dəfədən sonra artıq bizim bədənimizdə antitellər yaranır bu xəstəliklərə qarşı və ikinci dəfə bu xəstəliyi biz keçirmirik. Buna da deyirlər həyatda qazanılmış təbii immunitet. Süni immunitet isə bax bu Pasteur'in, Louis Pasteur'in və Edward Jennerin vaksinləri və peyvəndləri iləndir. Deməli, süni immuniteti iki cür almaq olar. Biri peyvəndlə, biri müalicə zərdabı ilə. Bunu nətər yadda saxlayırsan? Əgər ölmüş törədici öz bədənə yeridilirsə, bu peyvənddir. Yəni, bax, bu çiçək, Jennerin elədiyidir. Aparır virusu başqa bir bədənə qoyur. Orada bədəndə ölür, həmin virusu çıxardır, gətirir sənin bədənivə qoyur. Bu peyvənddir. Məsələn, burada görün, xəstəlik insanı zəif formasında keçirir. Bu peyvənddir. Burada heç misal yazmayıbdır. Amma çiçəyi götürə bilərsən bura, çiçək. Bir də var ki, müalicə zərdabı. Müalicə zərdabı odur ki, bax, tutaq ki, mən korona keçirmişəm, yaxud da hansısa bir xəstəliyi keçirmişəm. Mənim bədənimdə bu xəstəliyə qarşı antitellər artıq əmələ gəlibdir. Antitel bədənin özündə əmələ gəlir. Özünü müdafiə formasıdır. Antitellər əmələ gəlibdir və sonra həmin bu qanımı aparıb verirəm analizə və deyirəm bunun tərkibindəki antitelləri götürün fidana yeridin. Fidana yeridəndə artıq fidanın bədənində də həmin antitellər olmuş olur. Fidan artıq mənim düşdüyüm xəstəliyə düşmür, yoluxmur. Çünki bədəndə artıq müdafiəsi var, yəni antitelləri var. Bu da ona görə deyir ki, xəstəliyini keçirmiş heyvandan və yaxud da insandan qanından alınan xüsusi antitellər vurulur və xəstə sağalır. Bu şəkildə. Peyvəndlər vaxtında vurulması vacibdir. Bizi anadan olanda bizə peyvəndlər vurulur. Müxtəlif yaş dövrlərində. Polimelitə qarşı, qızılcaya qarşı, çiçəyə qarşı peyvəndlər vurulmuş olur. Burada başqa nə var? Deyə biləcəyimiz. Qan xəstəliklərinə gələk. Qan xəstəlikləri, anemiya demək olar ki, çox adamda var. Nədir anemiya? Doğru qidalanmamaqdan əmələ gəlir, qan azlığıdır. Bədənimizdə eritrositlərin miqdarı az olur. Talasemiya. Talasemiyanın böyük forması ola bilər. Kiçik forması ola bilər. Böyük talasemiya, buna deyəcəksən kiçik A. Bu xəstə bədənində sümük iliyi eritrositlər əmələ gətirmir. Yəni, qırmızı qan hüceyrəsi əmələ gətirmir. Gətirmir deyə bu adam gedir
20 gündən bir, 21 gündən bir, 2 həftədən bir gedir özünə qan köçürdür. Qan köçürdür. Sən təsəvvür elə ildə neçə dəfə bu adam özünə qan köçürdür? Çox. Qan əmələ gəlmirdən bədəninə qan köçürdür və orqanizm bu şəkildə qoruyub saxlamağa çalışır. Kiçik talasemiyada isə eyni anemiyaya bənzəyir, amma burada artıq dərmanlar qəbul edir bu adam. Çünki sümük iliyi meyillidir ki, yəni qan hüceyrəsi əmələ gətirməsin. Amma dərmanla zadla, qida ilə zadla bunu saxlamaq olur. Böyük talasemiyada isə mütləq bir şəkildə qan vurulmalıdır. Azərbaycanda hər 100 nəfərdən 10-unda bu xəstəlik daşıyıcısıdır. Bax, məsələn, Azərbaycanda, qoy bunu da deyim, sonra deyərəm, hemofiliyadan sonra deyərəm bunu. Leykoz nədir? Leykoz isə qan xərçəngidir. Qan xərçəngidir. Bu nə deməkdir? Burada leykozda bizim sümük yediyimiz və bədənimiz həddindən artıq leykozitləri yaratmağa başlayır. Leykozitlər. Və bu leykozitlər yalançı ayağa malik idi də, bədənə düşən mikrobları yeyirdi. Bu leykozitlər sanki elə bilir ki, eritrositlər bədənə düşən bir mikrobdur. Yəni eritrositləri bədən hüceyrəsi olaraq algılamır və başlayır eritrositləri yeməyə. Buna da deyirlər qan xərçəngi. Ağ qan qırmızı qanı yeyir deyirlər. Bax, o budur. Və bu təbii ki, ölümlə nəticələnir. Qarşısını almaq üçün də sümük iliyi köçürmək lazımdır ki, sümük iliyinin artıq leykozitləri yenilənmiş olsun, başqa leykozitlər əmələ gətirmiş olsun. Bu şəkildə leykozitin qarşısını almağa çalışır. Bax, bu da uşaqlarda SMA deyirlər. O desəm bu xəstəlikdir. Hemofiliya. Hemofiliya isə trombositlərlə bağlı xəstəlikdir. Trombositlər yoxdur da bu adamda. Yoxdur. Ona görə qan laxtalanmır. Laxtalanmır. Qadınlar hemofiliyaya düşəndə qadınların xəstəsi olmur. Xəstə qadın olmur. Çünki qadınlarda, yəni tutaq ki, qadın xəstədir, amma məhkumdur da bu ölümə. 13 yaş olan kimi, 11-12 yaşının arasında cinsi yetişkənliyə çatan kimi elə birinci ay başı da bu qadın ölüb çıxıb gedir. Çünki bədən artıq qanı laxtalandırmır. Yara açılırsa bədəndə sağalmır o yara və ölür gedir. Kişilər amma həm xəstə ola bilər, həm daşıyıcı ola bilər. Amma qadınlar hemofiliyada sadəcə daşıyıcıdır. Deməli, bu hemofiliya trombositlərlə bağlı oldu. Leykoz leykozitlərlə bağlı oldu. Talasemiya isə eritrositlərlə bağlı qan xəstəlikləridir. Bunların üçü də qohum nigahlarda ortaya çıxır. Qohum nigahlarda ortaya çıxır. Ona görə də bax, Azərbaycanda qohum nigahların qarşısını məsələn aldılar. Yəni qadağa qoydular. Çünki o qədər bax bu talasemiya, hemofiliya xəstəsi var ki Azərbaycanda. Yəni sayı hesaba yoxdur. Hər 100 nəfərdən 10 nəfər nə deməkdir? 10 milyondan 100 mini xəstədir, belə deyək. Çox böyük bir rəqəmdir. Bu qan xəstəlikləridir, amma qanla yoluxmur. Məsələn, talasemiya xəstəsi bir adamın qanı yoxdur onsuz da bunu, deyə hemofiliya xəstəsi. Hemofiliya xəstəsi bir adamın qanını mənə köçürsələr, mən hemofiliya xəstəsi olmayacam. Bu qanla keçməz. Bir də var qanla yoluxan xəstəlik. Məsələn, bunların ən təhlükəlisi bu QİÇS-dir. QİÇS qanla yoluxur. Nə ilə keçə bilər insana? Bax, bu salonlara gedirsən ki, hamı eyni dırnaq aparatından istifadə edir. Sonra gelirsən ki, məsələn, diş həkimi əgər o aparaturaları normal sterilizasiya eləməyibsə, bax, bu QİÇS keçə bilər. Çox da qorxulu xəstəlikdir. Qazanmış immun çatışmazlığı sindromudur, virus xəstəliyidir, virus xəstəliyidir və keçir insana, immun sistemini dağıdır və insan bədənli yaralar tökməyə başlayır və insan belə deyə ağrılı bir şəkildə ölür. Bu qanla yoluxur. Bir adamın qanından o biri adamın qanına yoluxmalıdır. Mütləq bir şəkildə qan təması olmalıdır. Yəni, belə seliklə, ağız suyu ilə yoluxmur. Sırf qandır. Bu da onunla bağlıdır. Burada çox məlumat verib QİÇS haqqında. Bir də hepatit. Hepatit də qanla yoluxur. Yenə, insanın qanına elə bir ki, dəyməlidir də, belə deyək. Qanı köçürülməlidir ki, hepatitdə yoluxsun. B, C, D formaları var. Bir də hepatit A var. Deməli, hepatit A-ya keyfiyyətsiz qidalarla yoluxmaq olur. Amma C immünli, C, hepatit C qanla yoluxur. B-də. Amma hepatit A da var, o da keyfiyyətsiz qidalarla yoluxa bilərsən. Bir də bir şey var idi, bu hepatitlə bağlı deyəcəkdim. Hepatit. İlk dağıtdığı orqan qaraciyərdir. Yəni hepatitin düşdüyü orqan qaraciyərdir.
Qaraciyəri hepatit nə edir? Məhv eləyir və qaraciyəri məhv olmuş adam da yaşaya bilməz. Bax, burada deyir, hepatitlər zamanı qaraciyər zədələnir, sarılıq baş verir. Həmin adamın əli, üzü həqiqətən də bax, bu sarı rəng var, bax, bu qıç yazısının sarı rəngi. Bu rəng alır həmin adam və həmin adam bədənində qançırlar əmələ gəlməyə başlayır. Sanki bir döyüblər, bədəni göyəribdir. Belə. Bu da xəstəliklərimiz, qan xəstəliklərimiz və qorxutmaq kimi olmasın, amma həqiqətən də insan gərək özünü qorusun, hər şeydən qorusun. Qanaxma dedik. Qanaxmalar ola bilər. Daxili qanaxma, xarici qanaxma. Daxili qanaxma zamanı ən çox testlərə nə düşür? Düşür ki, rəng avazıyıbdır, baş gicəllənmə baş veribdir. Bu zaman daxili qanaxmadır. Xarici qanaxmalar isə 3 cür ola bilər. Arterial, venoz, kapilyer. Kapilyer deyə bu barmağımızı kəsməkdir. Nə edirik? Yod məhlulu vurub üstünü sarıyırıq. Venoz qanaxma iri qan damarlarının təhlükəli qanaxmadır. Ona görə venoz qanaxmada artıq yod, pambıq söhbətindən əlavədə, yəni bu sən heç nə bu ayağı topa dəymir də bu yodun. Yod bunu saxlaya bilməz. Ona görə venoz qanaxmada sıxıcı sarğı qoyuruq. Sıxıcı sarğı. Sarğı qoyuruq. Arterial qanaxmada isə arterial qanaxma çox güclü qanaxmadır. Ona görə də yəni bunu dayandırmaq çox-çox çətin olduğu üçün arteriyada artıq turna qoyurlar. Turna. Turna da elə bir şeydir ki, yəni təsəvvür et, turna ilə qolu sıxdınsa, qolun aşağısına 1 qram belə qan süzülə bilməzlər. Tamamilə sıxıb saxlayır. Arterial qanaxmada turna qoyurlar, venoz qanaxmada sıxıcı sarğı qoyurlar. Kiçik venozda. Böyük venozda, kiçikdə də böyükdə də sıxıcı sarğı qoyurlar. Bir də arterialda da sıxıcı sarğı qoymaq olar. Amma böyük arterial qanaxmalarında turna qoyulur. Bu belə. Deyə, bax, burada deyir. Turna qoy. Bax, bu turna dediyimiz cüqüdidir. Sıxıb saxlayırlar. Sonra ürəyə dedik. Uzun müddət elə qalsa var, onu da biz qolumuzu itirə bilərik də. Necə? Uzun müddət turnada qalsa qolumuzu itirə bilərik biz. Hə, 30 dəqiqədən artıq. Havanın deyir, isti şəraitində 30, soyuq şəraitdə 1 saatdan artıq turnada qalsa qolumuzu itirə bilirik. Olmaz. Bir də bir şey var burada. Bu turna daha güclüdür. Bu xəstəxanadakı o mavi rəngdə olan cüqüdülər zəifdir. Mən baxmışam, onlar çox sıxmırlar heç. Elə belə damara çıxardılar. Amma bu turnalar bu şəkildə immini göstərilən çox-çox güclüdür. Fikir verirsə bunun dəstəyi də var burada. Yəni sırf qanı sıxıb saxlayır. Sonra nəbzi dedim, nəbz vurğusunu dedim, qan damarı gigiyenası. Ürəkdə bir dənə bir xəstəlik var, burada verilməyibdir. Deməli, ürəyin bu arteriya damarları var, hansı ki ağciyərə qan aparsın, bədənə qan aparsın, aorta damarında. Arterioskleroz əmələ gəlir. Arterioskleroz. Arterioskleroz nədir? Bayaq dedi ki, limfa, yağ soğurur. Yağ da ilk gedib töküldüyü orqan ürəkdir. Yəni, yağ qaraciyərə getmir. Ürəyə gedir yağ. Sən də çoxlu yağlı yeməklər yemisənsə əgər, ürəyin bu damarı var, bədənə vurduğu damar, ağciyərə vurduğu damar. Damarın divarları başlayır o yağı özünə çəkməyə, sərtləşməyə. Ona görə deyirlər, piylənmə ilk ürəkdən başlayır. Sərtləşir. Bax, o sərtləşmənin adı olur ateroskleroz, arterioskleroz. Arterioskleroz zamanında güclü arteriosklerozlar infarkta səbəb olur. Ürək damarları tutulur, sərtləşir və infarkt olur bu adam. Burada yazıb desən. Ürəyin oksigen qida maddəsi infarkt baş verir. Hadi burada bax verilir. Arterioskleroz haqqında burada məlumat var. Elə bilin verilməyibdir. Yuxarı sinifdə də var bu maddələrin maddəsindən bağlı. Elə bilin bəzi xəstəliklərlə adı orada verilir. Qan köçürmə zamanı. Keçən dəfə qan köçürmədən demişdim. Bir dənə bir şey deməmişdim. 18-65 yaş arasında 50 kiloqram çəkidə olan şəxslər qan verə bilər. Keçən ilin qəbul sualında var idi bu. 15 yaşında uşaqlar var idi. Deyirdi ki, 15, 17 və 19 yaşında deyəsən uşaq var idi. Deyir, bunlardan hansı qan vermədə iştirak edə bilər? Əlbəttə ki, bir dənə 19 yaşındakı uşaq. O da kilosu 50-dən əgər çoxdursa. Belə, 18-65 yaş və 50 kilodan aşağı olan, yuxarı olan şəxslər daha doğrusu qan verə bilər. Əgər 50-dən aşağıdırsa, məsələn, mənim kilom 50-dən aşağıdır və mən qan verə bilmirəm. 50-dən aşağı olmamaq lazımdır. Bu belə, bunu dedik.
Bunu da dedik. Bu şəkilləri gəl izah eləyim bir də. Ürəyimdə qalmasın, sonra fikirləşəcəm ki, izah eləməm. Demək bu şəkillərə baxırsan ki, insanda sol aorta qövsüdür, amma quşlarda demişdik ki, sağ aorta qövsüdür. Baxırsan ki, amma bu şəkilə. Şəkil biraz qəribə verilibdir. Şəklin gedişinə, belə böyük şəkil verəndə şəklin gedişinə baxırsan, bəzən sənə məsələn dim toplularında balaca şəkil verir. Bu boyda verib şəkili. Burada artıq qanın çıxışına baxırsan. Belə şəkilə baxsan, bu şəkilə. Mən deyirəm ki, baxıram ki, bu sağa meyillidir. Deməli, bu quşun ürəyidir. Quşun ürəyidir. Amma şəkilə böyük baxanda mən, böyük verəndə, əgər sənə şəkli bu boyda veribsə, yekə veribsə, sən işi qanı başlayırsan izləməyə. Görürsən ki, qövsü artıq sola doğru meyillədir bu. Sol aorta qövsü. Deməli, bu insandır. Şəkil mənə bütöv verəndə mən baxıram o sola meyillənibsə insandır. Şəkil balaca veriləndə artıq sağa meyillənibsə quş, sola meyillənibsə bax belə. Şəkil bu boyda verilsəydi, mən deyərdim bu insandır. Amma şəkil böyük verilibdir. Böyük şəkildə də baxıram ki, bu fırlanıb gəlir sağa. Deməli bu quşdur. Bu şəkildə bu quşdur, bu insan. Amma balaca şəkillərdə əksidir. Dediyimi başa sala bildim sənə, ay Fidan. Mən başa düşdüm. Yəni bilirəm, bu biologiyanın bu hissələri biraz qarışıqdır. Mən özüm də öyrənənə qədər biraz zülüm çəkdim. Hətta mənə məntiqsiz gəlirdi. Sonra da dedim ki, ağa deyir sürüləri, sürəkləri öyrənək bizdə. Bu qarışıq qandır. Qarışıq qanda bilirsən ki, onsuz da sürünənlərdə timsahda. Timsah deyil iş bu. Yarım harekəsinə deyilə sürünənlərdir bu. Bu belə. Heç nə qalmadı. Hər şeyi dedim. Testi gedin %100 yazın. De. Müəllim, mən indi nəsə olmuşam, nə qızılcı olmuşam. Hökmən gələcəkdə bunlardan birini keçirəcəm, yoxsa Ya hökmən keçirməlisən, ya da sənə məsləhətim get peyvəndi vurdur. Yaş artdıqca çiçəyi ilə vurdumsan peyvəndi. Hə, uşaq vaxtından vurdumuşam. Bu aralar bizim sinifdə hamıya düşüb, mənim düşmə. Deməli sən də o peyvənd sənə təsir eləyibdi də, vəsyo. Deməli düşsəydi düşərdi çünki. Yəni çalış elə onların qızılcanın da, çiçəyin də peyvəndin vurdur xəstəxanada. Çünki yaş artdıqca, indi sənin yaşında yox, daha çox 30 yaşdan sonra deyək, 25-30 yaşdan sonra. Su çiçəyi və qızılca keçirmiş adamlarda iflic ehtimalı yüksəlmiş olur. Çünki xəstəlik o qədər ağır keçir ki, həmin insanın beynini zədələyə bilir, onurğa beyninin, daxil orqanlarını çox pis zədələyir. Sən peyvəndin vurdumsansa narahat olma. Evet, vurdumuşam, olmaz var. Hə, yaxşı ki vurdumsan. Yo, elə vurdum. Digər peyvəndlər də get vurdur daimi vaxtında. Xəstəliyə tutunma. Mən keçirmişəm, amma mənim bacım peyvənd vurdurubdu. Bax, o da tutmadı məsələn. Keçirmədi. Belə. Bunları dedim. Daha başqa nə qaldı burada? Hər şeyi dedik. Baxım görüm nə qaldı. Heç nə qalmadı. Son 3 saniyəni dedim. Dəqiqə, yayını dayandıraq.